Bir dənə bax, mən sizlə həm də maraqlandırır. Bizdə Allahın bir hissəsi var da, o ruh formasındadır və o bizi hər dəfə bir yeni reinkarnasiyadan gəlirik, nəsə bir şey eləyirik, gedirik. Bu məqsəd nədir onda? Məqsəd bizi hər dəfə insanları və cinləri yaratmaqda. Allahın bir məqsədi var ki, yaratdıqları ona etiqad eləsin, ona səcdə eləsin, onu tanısınlar. Bilsinlər ki, onların xaliqi Allahdır. Özləri xəlq olunandır. Amma onun yaradıcı, xəlq eləyən Allah Teala'dır. Ona görə. İnsanların hamısının kamilliyi onda olur ki, onlar öz xaliqini tanıyırlar. Bir var ki, atam deyib, babam deyib, mən də təkrar eləyirəm. Bir də var ki, özün o qənaətə gəlirsən. Özün o qənaətə gələndə artıq kamil olursan. kamilləşsən, dərk edirsən. Havadan deyil. Sən gör nə qədər kitablar oxumalısan, nə qədər alimlərə qulaq asmalısan, nə qədər mübahisə eləməlisən, onların həqiqətlərini başa düşməkdən ötürü. Mən dedim, sən qəbul elədin, bu olmadı ki. O da biraz müəmmalıdır. Məsələn, siz o dərk eləməyi elə deyirsiniz. Məsələn, kitab oxumaq belə şey, amma biz tanıdığımız məsələn böyük alimlər olub, belə şeylər olub. Onlar yəni nə oxuyublar? Bu müəyyən bir yerdə, yəni ki, mən o qədər kitabları var ki, özləri mənə qəribə gəlir ki, özlərindən gəlib sanki o şey. Özlərindən də gəlib. Yəni özlərindən də gəlmir əslində. Yox, bünövrə təbii ki var. Bax, məsələn, Nizami Gəncəvi hər hansı bir əsəri yazanda kifayət qədər çox kitab oxuyurdu. Hətta başqa dillərdə kitab oxuyurdu. Nəsrani dilində oxuyurdu, Yunan dilində oxuyurdu, Rum dilində deyir oxuyurdu. Özü yazıb da, məsələn, İskəndərnamədə bu mövzunu yazanda nə kitab var, gəldi, əlimdən gəldi, keçdi. Tacirlər gedir oradan ora, buradan bura. Pul verir ki, mənim üçün bu mövzuda kitab gətir. Bu da axtarır, harada var, alıb gətirir, Nizami də oxuyub, öz əsərini qələmə alır. Yəni, biz belə düşünürük ki, indi sanırım ki, Axundov kitabxanasında filan qədər kitab var, Elmlər Akademiyasının kitabxanasında, Prezident kitabxanasında filan qədər kitablar var. İndi bizim informasiya mənbəyimiz daha çoxdur. Xeyr, orta əsrlərdə də olub. Bütün elmlərə aid kitablar olub. Bütün elmlərə. İndi biz onu tutalım ki, yavaş saxlanıcılardan götürüb bu biri əlifbaya çövürürük, köçürdürük, tərcümə eləyirik. Müəyyən kitablar ərsəyə gətiririk. Ancaq o kitablar var, axı.